Salam YouTube kanalımın dəyərli izləyiciləri, növbəti bir mənzillə hamınızı yaxından tanış etməyə çalışacağım. Mənzilimiz Yasamal rayonu Yeni Yasamal qəsəbəsi 77 nömrəli avtobusun son dayanıcağı Yadigar Marketin arxasında 16 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. 90 kvadrat ölçülü bu mənzil qanuni 2 otaqdan 3 otağa düzəlir və bütün otaqlardan pəncərəsi mövcuddur. Gözəl bir proyektə malikdir. Burada mənzilin giriş qapısı yerləşir. Daxil olduğunda tam qarşıda geniş bir qardırop hissə yığılıb, güzgülü və 4 qapıdan ibarətdir. Daxil olduğunda bu şəkildə dəhliz hissə və sol hissədə güzgülü açarlıq hissə bizi qarşılayır. İlk olaraq mənzilin sol hissədə yerləşən ümumi sanitar qovşağını sizlərə təqdim edirəm. Baxın, bu şəkildədir. Lazım olan aksesuarlarla təmin olunub, döşəmə istipolla təchiz olunub. Qazı, suyu, işığı daimidir, sənəd kopçadır. Burada mənzilimizin gözəl bir qonaq otağı yerləşir. Baxın, belə bir qonaq otağı var. Kifayət qədər geniş sahəyə malikdir. Baxın, bu şəkildədir. İstədiyiniz əşyanızı zövqünüzə uyğun şəkildə bu mənzilə rahatlıqla döşəyə biləcəyiniz genişliyə malik bir mənzildir. Burada mənzilin birinci yataq otağı yerləşir. Baxın, bu şəkildədir yataq otağı. Belə bir yataq otağı mövcuddur və bu yataq otağında burada belə bir gölmə dolab hissə düzəlib, tam boy tavana qədərdir. Burada mənzilin mətbəx hissəsindən keçid alırıq. Baxın, belə bir mətbəx hissə mövcuddur. Mətbəx mebeli də qurulu şəkildədir. Baxın, dəyərli izləyicilərimiz. Bu şəkildədir və mənzilin mətbəxindən eyvana çıxış mövcuddur. Əlavə olaraq siz burada yay mətbəxi də düzəldə bilərsiniz. Baxın, paltar yan maşını burada yerləşdirə bilərsiniz. Mənzilin mənzərəsi bu şəkildədir. Baxın, qarşısı bu şəkildədir. Və əlavə olaraq da mənzilin eyvan üstündə belə bir gizli qardırop hissədə yığılıb ki, bura artıq əşyalarınızı rahatlıqla yerləşdirə bilərsiniz. Eyvan hissəni də sizlərə təqdim elədik, dəyərli izləyicilərimiz. İndi isə keçək mənzilin 3-cü otağı olan kiçik yataq otağını sizlərə təqdim edək. Burada isə mənzilin uşaq yataq otağı yerləşir. Baxın, bu şəkildədir və özünə aid pəncərəsi var. Burada bir yataq yerləşdirə bilər, iş masasını orada yerləşdirə bilər. Burada isə qardırop hissəsini yığa bilərsiniz. Mənzil baxın, bu şəkildədir. İndi isə mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi 77 nömrəli avtobusun son dayanacağında yeni tikili 16 mərtəbəli binanın 8-ci mərtəbəsində 90 kvadrat ölçülü bu mənzil qanuni 2 otaqdan 3 otağa düzəlib, sənəd kupçadır, dövlət ipotekasına yararlıdır. Qiymət 200.000 manat başlanğıc qiymətdir və real alıcıya endirim olunacaqdır. Daha da olan və ətraflı məlumat üçün səhifəmizə əlaqə nömrəmiz mövcuddur. Əlaqə saxlaya bilər, mənzilə əyani şəkildə baxa bilərsiniz.